Nəyə desəz bu sözü artacaq. Yəni maşallah sözüdür. Nəyə desəz artacaq. İstəyir sağlamlığı olsun, istəyir övladın sağlamlığı, övladı olsun, istəyir maddiyyatı olsun, istəyir əşyaya olsun. Nəyə desəz illə maşallah, nəyə maşallah desəz həmin şey artacaq. Həmin şeydə azalma təhlükəsi yoxdur. Nəyə desəz artacaq. Nəyi bəyəndiniz deyin maşallah. Allah bunu bəyəndi. Maşallah. İllə maşallah. Allah bunu bəyəndi. Əgər bunu desəz, həqiqətən artacaq və şeytan ora vəsvəsə eləyə bilməyəcək, şeytan ona nüfuz eləyə bilməyəcək. Nəyi ki bəyəndik, ona maşallah demədik, keçdik, məsələn demədik maşallah, yaddan çıxdı. Baxacaqsan ki, həmin şey azaldı, həmin şey həbaya getdi, həmin şey yoxa çıxdı. İnsan əlindən etdi, getdi. Çünki maşallah sözü deyilməyib, ya da başına nəsə gəldi həmin şey. İstəyir əşya olsun, istəyir can sağlığı olsun, indi insan istəyir işi olsun, istəyir özünə olsun, istəyir qeyri dostuna, filan kəsinə fərqi yoxdur. Nədən xoşunuz gəlsə, nəyi sevsəz, nəyi bəyənsəz, bir də maşallah deyin, maşallah, maşallah desəz, ona heç bir ziyan gəlməyəcək. Baxacaqsınız ki, o şey sizin üçün daimi oldu, artır və sizə qalır. Yəni maşallah sözün dərin bir hikməti var. Mən bu sözü 8 ay araşdırdım. Maşallah sözünə o qədər dərinliyinə gedib çatdım ki, maşallah sözünün hətta Əbdülkərim Zəncaninin bir sözü, bir kitabda sözü var. Deyir maşallah sözünün hikmətini bilsəydiniz, ondan başqa bəlkə də heç bir söz danışmazdınız. Yəni bu qədər böyük bir hikməti var. Ona görə sevdiyiniz hər bir şeyə maşallahdır.